Parçanı tikməzdən əvvəl nə edirdik? Onun ülgüsünü hazırlayırıq. İki cürə hazırlayırıq. Biri elə bir kağız üzərində ülgü hazırlayırıq. Digəri isə moda jurnallarından. Bəli. Parçanı bitməzdən əvvəl nə edirdik? Buğa vermədi müəllimə. Biçməzdən əvvəl onu yuyuruq, ütüləyirik və sonra biçirik də. Nə məqsədlə? Kiçilməsin deyə parça. Parçanın kənarların kəsilməsi. Kənarların kəsilməsi çox da olur müəllimə. Ona görə. Kəsiklərin düzəldilməsi. Kəsiklərin düzəldilməsi olanı bir sap çıxarılır və onun izi ilə əyrilik düzəldilir. Buğa vermə zamanı əsasən hansı parçalarda tətbiq olunur? Pambıq kətan. Düzdür. Əyriliyin aradan qaldırılması. Əyriliyin aradan qaldırması odur ki, deməli iki parçanı üst tərəfə qatlayıb diaqonal boyu dartırıq. Parçanı üst-üstə qoymaqla diaqonal boyu dartır. Parçada qüsurlar nədir? Qüsurlar odur ki, ləkələr, ondan sonra elə bir ləkələr olanda da müəllimə, deşiklər, ləkələr olanda Nənə nişanlayır? Tabaşır, onu qatlayırıq, o hissə kənara düşməlidir də. Elə bir tabaşırla, bir də sapla. Rəhli sapla və düzdür. Mehri müəllimə, parçanın dartılıb formasını itirməməsi üçün nə etmək lazımdır? Oxlar elə bir üst-üstə düşməlidir də müəllimə. Nə ilə nə? Elə bir uzunu boyda oxlar üst-üstə düşməlidir ülgüdə. Bəli, düz deyirsiniz. Yaxşı, deyin mənə ki, parçanın sərilməsi. Parçanın sərilməsi odur ki, müəllimə, uzunluğa qatlayırıq, üst tərəfi içə olmaqla düz və hamar olmalıdır. Düzdür. Yaxşı, parçada ölgülərin yerini nişanlamaq üçün nədən istifadə edirik? Sancaqdan. Müəllimə. Sancaqlardan da müəllimə. Deyirəm ki, ölgüləri nə vasitəsilə nişanlayırıq? Tabaşirlə. Tabaşirlə və? Tabaşirlə də bir də şeydir, sancaqlarla. Xətkeşlə. Xətkeşlə, biçmə nədir? Nə? Biçmə. Biçmə müəllimə, detalların dərzi qaçısı ilə nişanlanması və konturların biçilməsidir belə. Biçmə zamanı qayçının enli yoxsa ensiz tərəf masaya dirənməlidir? Enli masaya dirənməlidir. Emal payı nədən asılıdır? Emal payı miqdarından, təyinatından, növündən, bir də süzülməsindən. Emal payı, yəni təyinatından, növündən və süzülməsindən asılıdır. Buyurun müəllimə, çox yaxşı danışdınız. Müəllimə, keçən dəfə bilirsiniz niyə belə cavab verdim? Orada biz bir təranə müəllimə var idi. Mənə bax belə işarə qoymuşdu. O da elə bir, o deyir, insan ruhdan düşür. Yaxşı. İradə müəllimə, sonra tərcümə müəllimədən soruşacağam. İradə müəllimə, deyişək də sürətlə. Yox, oxumamısınız. Allah ürəyim getdi gülməkdə. Müəllimə, deyin ki, parçanı tikməzdən əvvəl nə edirlər? Tikiş, elə bil ki, tikiş məmulatlarını biçməmişdən öncə onun ülgüləri hazırlanır. Ülgüləri iki üsulla hazırlanır. Birinci düzbucaqlı və ya sadə formada detalları, deməli, sadə formada detalları damalı kağızda xəttkeşin və sadə karandaşın köməyi ilə əlbəttə ki, həqiqi ölçüləri götürülməklə çəkilir. İkinci üsul isə moda jurnalında həqiqi ölçüləri göstərilməklə əlavə kağızda verilir. Buradan da deməli ülgünün surəti çıxarılır, yəni şəffaf kağız üzərində xəttkeşlə köçürülür, sonra köçürülür. Parçanı bitməzdən əvvəl nə etmək lazımdır? Parçanı biçməmişdən öncə buğa vermək lazımdır. Əlbəttə ki, kətan və pambıq parçalar bir yuyulmadan sonra tikilir. Ona görə də həmin parçalar yuyulur, qurudulur və yaxşıca ütülənir. Bəli.
Yaxşı, kənarların kəsilməsi. Elə bir kənarların kəsilməsi. Əgər parça emal edilərkən kənarları əyri kəsilibsə, onu düzəltmək üçün əvvəlcə kəsik hissəsindən sapın biri çıxarılır və sapın izi ilə parça zolağını kəsib götürürük. Kəsiklərin düzəldilməsi. Kəsiklərin düzəldilməsi də elə bir kəsiklərin elə bir kənarların düzəldilməsindən sonra yox, əyriliyin düzəldilməsi də kəsiklərin elə bir cod parçanın kənarlarının cod olmasını deyirsinizmi? Kəsiklərin düzəldilməsi. Niyə edik? Kəsiklərin düzəldilməsi zamanı kəsiklərin elə bir kənarların düzəldilməsindən sonra parçanın üzü içəri olmaqla qatlanır, tərəfləri üst-üstə qatlanır və bu üst tərəfdən tutularaq diaqonalları boyu dartılır. Ərizənin aradan qaldırılması bu. Kəsiklərin düzəldilməsinə bir dənə sap çıxardıb onun izinə kəs. O dedim dana. Müəllimə, kəsiyin düzəldilməsində sapı tutub onun izinə, amma kənarların kəsilməsindən coddan danışırdınız siz bayaqdan. Yox, birinci onu sual verdiniz, dedim ki, həmin elə bir kəsik boyu sapın biri çıxarılır və həmin sapın izi boyu deməli kəsilib, parça zolağı kəsilib götürülür. Bəs parçada qüsur nə olur? Parçada qüsuru pişməmişdən öncə elə bir deşiklərin, ləkələrin, qeyri-bərabər deməli rənglənmənin, sonra qalın sapların daha yəni aşkar edilməsi üçün diqqətlə baxmaq lazımdır. Bu həmin hissə, həmin o qüsurları elə bir biçən zaman detalların kənar hissəsinə, yəni kəsilib tullanan hissəsinə salmaq lazımdır. Müəllimə, bəs yeri nə ilə nişanlayırdıq? Yerini xəttkeş və elə bir ki, dərzi tabaşiri ilə ülgüləri. Yox, dərzi tabaşiri ilə və rəngli sapla. Atılan hissəsini, tabaşirlə bir də rəngli saplar vasitəsilə. Müəllimə. Atıq tullanan hissəsini, qüsurlu hissəsini. Parçanın dartlı formasını itirməməsi üçün nə etmək lazımdır? Parçanın geyilən zaman parçanın dartılmaması və formasını itirməməsi üçün parçanın uzunluğu, sapları boyu, istiqaməti, ülgünün oxları istiqaməti ilə üst-üstə düşməlidir. Sonra isə ülgünün elə bir ki, parçanın üzərində sancaqlar vasitəsilə bərkidirik. Yerini nə nişanlayırıq? Bəs bu zaman ülgüləri hazırlayırıq. Yerini də xəttkeşlə və dərzi tabaşiri ilə nişanlanır. Bəli, düz deyirsiniz. Dəqiq nişanlanır. Bəli, biçmə nədir müəllimə? Dikiş məmulatlarının biçilməsi, detalların dərzi qayçısı ilə kəsilməsi, yəni elə bir kəsiklərin emal payının nişanlanmış konturlarının kəsilməsidir. Emal payı nədən asılıdır? Emal payı elə bir tikişin emal payının miqdarı tikişin deməli təyinatından, növündən və emal edilən kəsiyin süzülməsindən də asılıdır. Bəs parçanı biçən zaman qayçının enli yoxsa ensiz tərəfi masaya dirənməlidir? Əlbəttə ki, enli tərəfini masaya dirəyir. Bəli, çiçək kimi sizlə işimizi bitirdik. Tərcün müəllimə, buyurun. Bəli. Axşamınız xeyir. Tərcün müəllimə, deyin mənə ki, parçanı tikməzdən əvvəl nə edirlər? Detalların ülgüləri hazırlanır. Neçə üsulla? 2 üsullandır. Biri düzbucaqlı və yaxud sadə formalı, damalı kağızda karandaş və xəttkeşlə əvvəldən götürülmüş ölçülər nişanlanır. İkinci də ki, moda jurnalında öz həqiqi ölçüləri verilir əlavə vərəqlərdə. Onların ülgülərin surəti çıxarılır, şəffaf kağızda köçürülür, sonra kəsilir. Biçməzdən əvvəl nə edirlər? Biçməzdən və buğa verirlər. O da ki, hazır məmulat yuyulanda kiçilməsin deyə pamaq və kətan parçaları biçmədən qabaq yuyulur, qurudulur, yaxşı ütülənir. Düzdür. Kəsiklərin düzəldilməsi. Kəsiklərin düzəldilməsi, əgər parçada kəsik varsa, onu biçmədən əvvəl düzəltmək lazımdır. Kəsikin tərəfləri kəsik boyu
sapın biri çıxarmaqla həmin izlə zolaq kəsmək olar. Bəli. Həmin iz ilə zolaq kəsmək. Bəs kənarların kəsilməsi? Kənarların kəsilməsi, oradakı cod olan hissələri kəsib atır. Demək, ərliyin aradan qaldırılması? Ərliyin aradan qaldırılması. Üst tərəfi içəri olmaqla kənarları üst-üstə qoyulur, 2 qat qatlanır, sonra dartınır. Bəli, diaqonal boyu dartılma. Parçada qüsurlar harda olur müəllimə? Necə müəllimə? Parçada qüsurlar harda olur? Parçanın üzərində deşiklər, ləkələr, rənglərin Qeyri-bərabər rənglərin olmasıdır. Həmin bəs o qüsurların yeri nə ilə nişanlayırıq? Nə ilə nişanlayırıq? Tabaşirlər. Hə, bir də Tabaşir, bir də rada müəllimə, nə olur? Hə, xətkeşlə. rəhli safla. Bu dəqiqə konsert gələcəyəm. Bir dənə quş qoyun. Dərzi qart. Parçanın sərilməsi. Parçanın sərilməsi ilk öncə masanın üzərinə sərilir. Sonra orada sapın istiqaməti ilə oxun istiqaməti üst-üstə düşməlidir. Deyir ki, parçanın dartılıb formasını itirməməsi üçün parçanın uzunluğu boyu oxların istiqaməti üst-üstə düşməlidir. Bəli, düzdür. Yaxşı, sonra keçdik. Deyin mənə ki, müəllimə. Üzr istəyirəm, bir dəqiqə. Biçmə nədir? Detalların dərzi qayçısı ilə emal payının nişanlanması və konturların kəsilməsi. Biçən zaman qayçının enli yoxsa ensiz tərəfi masaya edilir? Enli. Emal payı nədən asılıdır? Emal payı miqdarından, növündən, təyinatından, bir də süzülməsindən. Sənə afərin olsun, afərin olsun. Buyursun. Buyursun. Güllü müəllimə, gəl. O, İlahi müəllimə, gəlirəm, sizlə gəlirəm yanınıza. Qoy bir dənə Güllü müəllimədən soruşum. Güllü müəllimə, axşamınız xeyir bir daha. Deyin mənə ki, parçanı tikməzdən əvvəl nə edirlər? Əvvəlcə onun ülgüsünü hazırlamaq lazımdır. Ülgü də 2 üsullandır. Düzbucaqlı və ya sadə quruluşa malik əgər hissə kəsilirsə, bunu damalı kağızda etmək olar. İkinci də moda jurnalında verilmiş jurnalların biz indi yoxdur, qabaqda qadınlar jurnalının ortasında olurdu, müəllimlər bilər. Vərəqdə çıxardırsan ortasında olur. Orada ülgülər həqiqi ölçüdə olur, müxtəlif rənglərlə olur. Sən də o rənglərlə şəffaf kalka kağızının üzərində onları cızırıq xətkeş vasitəsilə. Yəni həmin ülgülərin köçürük, şəffaf kağıza kalka deyirik də biz ona. Sonra da onları bir-bir kəsib ülgüləri hazırlayırıq. Parçanı bitməzdən əvvəl nə edirik? Buğa vermək lazımdır ki, o sonra kiçilməsin. Məsələn, hazır parçanı əgər kətan pambıq parçanı biçməmişdən əvvəl yumasaq, onda biçilib hazır olandan sonra bir dəfə suya salandan sonra geyim formasını itirir. Ona görə də yuyub, qurudub, yaxşıca ütüləmək lazım. Kəsiklərin düzəldilməsi? Adətən qadın müəllimlər bilir ki, ən çox bu qalın ağdan qabaqda bitdi ağ deyirdik. O ağlardan mitil üçün qaynanda əvvəlcə yuyub ütülüyürdük. İndi ta bilmirəm ütülənir, o vaxt ütülüyürdük. Bəli, kəsiklərin düzəldilməsi? Məsələn, gedir topdan parça istəyirsən, bir naşı dərzini qoyub, qayçını qoydu kəssə, gətirib görürsən ki, fərqlidir. Sənin üçün heç demək olar ki, materialın çox hissəsi itkiyə gedir. Onda ən ensiz yerindən, əyirliyin ensizlərini kəsin. Bir sapla çıxararaq sapın izi ilə kəsirik. Bəli. Kənarların kəsilməsi? Kənarların adətən belə deyək də cod parçalarda daha qalın olur. Onda tikəndə parça yığılır, paltarmı, hər hansı mı orada büzülmə əmələ gəlir. Onu aradan çıxardırıq ki, eyni ölçüdə düzəlsin. Deməli belə, ərliyin aradan qaldırılması? Parçanı 2 qatlayırıq, düz yüzü içəri olmaq şərti ilə yaxşıca kənarlarını üst-üstə qoyub tamamlayandan sonra diaqonal boyu çəkirik onları və düzəldirik. Parçada qüsurlar nə ola bilər? Parçanın qüsurları biçməmişdən əvvəl onu nəzarət etmək lazımdır ki, onun üzərində ləkələr ola bilər, deşiklər ola bilər, qeyri-bərabər rənglənmiş ola bilər. Bəzən görürsən ki, sapın bir yoğun hissəsi üzdən görünür ki, çirkin görünür. Ona görə onları
biçdikdə həmişə tullantının tərəfində saxlamaq lazımdır ki, kəsiləndə o tullantı ilə çıxsın aradan. Yerin nişanlamaq üçün qüsurlu Hə, olansa. təbaşir və rəngli sapla. Çünki bəzi parçalar çox incə olur və yaxud təbaşirlə izlədikdə onu yuduqda da yeri getmir. Bəli. Ona görə adətən mən pərdə biçəndə flamasterla eləyirdim. Parçalar onu sarırdım tiksin içinə. Bəli, parçanın sərilməsi. Sərilməsi deyəndə parçanı tən ortadan 2 qatlamaq şərti ilə, düz üzü içəri olmaq şərti ilə səririk stolun üzərinə, əllə onu hamarlayırıq. Düz deyirsiniz. Müəllimə, parçanın dartlı formasını itirməməsi üçün nə etmək lazımdır? Onu biçməmişdən əvvəlcə stolun üzərində sərdik, düzəltdik. O parçanın üzərində olan əriş arğac deyirik də onları. Əriş qurulandı, arğac keçiləndi. Ərişlər boyunca deyək də, arğac amma ortasından eninə olandı. Onun sapı ilə ülgünün üzərində olan oxlar üst-üstə düşməlidir. Yaxşı. Bəs deməli, biçmə zamanı, biz ülgüləri hazırlayan zaman nişanlama əməliyyatını yerinə yetiririk. Nə vasitəsinə? Keş və təbaşirlə. Biçmə nədir müəllimə? Biçmə adətən hazırladığımız parçanın biçmə əməliyyatına başlayırıq. Bu da əvvəlcə parçanın üzərində həqiqi ölçünü, yəni qoyduğumuz ülgünü sancaqlayırıq. Ülgüdən sonra onun kənarlarında emal payı deyirik. O da parçanın növündən asılıdır da. Bəzi parçada süzülmə çox olur da emal payını çox qoyuruq. Bəzi parçada isə qısa da qoya bilərsən, çünki süzülmə olmur. Belə parçalarda emal payını çəkirik üzərində və emal payının üzərində konturlar boyunca kəsirik. Bəli, yəni növündən təyinatına bir süzülməsinə. Müəllimə, biçmə zamanı qayçı endi yoxsa ensiz tərəfi masanın üzərində ensiz sistem masanın üst qatında olur. Yəni üst tərəfi. Çiçək kimi müəllimə, çox gözəl cavab verdiniz. Maşallah olsun. Buyurun. Sağ olun. İlahə müəllimə, buyurun. Bəli, salam. Salam, axşamınız xeyir. Parçanın tikməzdən əvvəl nə etmək lazımdır? Onun detal ölçülərini hazırlayırıq ilk əvvəl. Hə, ölçülər hansı üsulla? 2 üsulla. Birinci üsulda sadə karandaşın, xəttkeşin köməyi ilə, ikinci üsulda isə moda jurnallarında həqiqi ölçüləri göstərilməkdir. Biçməzdən əvvəl nə edirdilər? Buğa verilir. Bu zaman parça kiçilməsin deyə pambıq və kətan parçalar yuyulur, qurudulur və ütülənir. Bəli, düzdür. Yaxşı, kənarların kəsilməsi. Kənarların kəsilməsi bu zaman əyriliyi aradan qaldırmaq və bir sap çıxarılır və onun izi ilə kəsilir. Müəllimə, bu kənarların kəsilməsidir. Kənarların düzəldilməsidir bu. Kənarların kəsilməsi parça çoxlu olur bu zaman və biçilmədən əvvəl kəsilir. Bəli, kənarı kəsirəmsə, üzr istəyirəm. Kənarın kəsilməsi, kənarın kəsilməsi varsa əgər, cümlədə kənarın kəsilməsi varsa, üzr istəyirəm, kənarın kəsilməsi var idisə, bu ucu idi, kəsiklərin düzəldilməsi, bir sap çıxarılması. Yaxşı, əlliyin aradan qaldırılmasından danışın, zəhmət olmasa. Bu zaman parça 2 qat qatlanır, üstə qoyular 2 qat qatlanır və diagonallar boyu dartılır. Bəli, düzdür. Yaxşı, qüsurlar nə olur? Bu zaman deşiklərin, ləkələrin və qeyri-bərabər rəngləmənin aşkar edilməsi qeyd edilir. Bəli. Bəs nə vasitəsə nişanlayırıq? Dərzi təbaşiri ilə rəngli saplarla. Yaxşı, parçanın sərilməsi? Parça masanın üzərinə sərilir və onun uzundan sapı yarıya olaraq qatlanır. Sonra hamarlanır. Yəni parça qatlanır, əlimizdə də hamarlanırdı. Parçanın dartlı formasını itirməməsi üçün nə etmək lazımdır? Bu zaman onu yenə uzunluğuna doğru qatlanır və oxların istiqaməti üstə düşür. Düzdür. Santimlər qeyd edilir. Yaxşı. Keçdik. Deyin mənə görə biçmə zamanı, ölçüləri hazırlayan zaman nişanlama əməliyyatı yerinə yetiririk ki, bu da nə vasitəsilə yerinə yetirilir? Karandaş və dərzi təbaşiri ilə. Düzdür. Yaxşı. Biçmə nədir? Biçmə dərzi qayçısı ilə onun nişanlanmış konturları boyu kəsilməsidir. Müəllimə, biçmə zamanı qayçının enli yoxsa ensiz tərəf masaya dirənirdi? Enli tərəfi masaya dirənir. Bəli, düzdür. Keçdik. Deməli, emal payı nədən asılıdır? Növündən, təyinatından, süzülməsindən. Buyurun müəllimə, çox gözəl cavab verdiniz. Bir dəqiqə üzr istəyirəm, sizə bir də bundan göndərim. Buyursun, deməli, Hicran müəllimə. Hicran müəllimə ilə işimiz bitir. Başqa müəllim qalıb.
İkinci mövzumuz da qalıb. Hicran müəllimə, buyurun deyək ki, tikməzdən əvvəl nə etmək lazımdır? Biçmədən əvvəl ülgüləri hazırlamaq lazımdır. Aha. Danışıb yoxsa isbat Yo, sual verirəm, amma qurban sizə bir dənə siz çıxın, gəlin də, olar elə. Səs gəlir sizin Mən- evdən. Bəli. Deyin mənə ki, tikmədən əvvəl nə edirik? Tikmədən əvvəl parçanı buğa veririk. Aha, yox, müəllimə. Hansı deyil? Deyirəm tikmədən əvvəl. Tikmədən əvvəl hər hansı bir detalı onları danışmışdım, elə bilmirəm. Ülgülər hazırlanır. Hansısı? Ülgüləri də iki cür olur bizdə. Ölçmə kağız, sadə kağızda hazır, sadələri kalka damalı kağızlarda hazırlanır. Bir də moda jurnalında həqiqi ölçüləri göstərməklə şəffaf kağıza köçürülür. Yəni belə. Bitmədən əvvəl. İçmədən əvvəl buğa verilir. Buğa vermə də o deməkdir ki, kətan və pambıq parçalar kiçildiyi üçün onlar qurudulur, yuyulur, qurudulur və ütülənir, emala hazır olur. Düzdür. Yaxşı, kənarların kəsilməsi. Kənarların kəsilməsi, parçanın kənarında cod hissələr olduğu üçün o kənarlar kəsilir. Kəsiklərin Sonra istifadə olunur. Kəsiklərin düzəldilməsində də əyri hissənin az yaxınlığından bir sap dartılaraq o sapın izi vasitəsilə kəsilir. Əriliyin aradan qaldırılması. Əyriliyin aradan qaldırılması üzü içəri olmaq şərti ilə qatlanır və diaqonal şəklində əyrilik aradan götürülür. Bəli, düzdür. Parçada qüsur nə olur? Parçada qüsurlar belə olur ki, orada rənglər düzgün olmur, yaxud da ki, deşik olur, sapın qırıntısı çıxan yerlər olur. Bunları da aradan qaldırmaq üçün parçanı elə sərilib, elə kəsilməlidir ki, o biçmə zamanı onlar kənarda qalsın. Və eyni zamanda təbaşirlə, bir də rəngli saplarla işarə edilir. Bəli, çiçək kimi hər şey yaxşıdır, əladır. Müəllimə, bir də mənə deyin görün parçanın sərilməsi. Parçanı masa üzərində elə üzü aşağı sərmək lazımdır və əllə də hamarlayıb, iki qatlanandan sonra da yəqin belə qatlanıb, əllə də hamarlayır. Parçanın dartlı formasını itirməməsi üçün nə etmək lazımdır? Onu da uzundan səririk. Uzundan sərəndən sonra oxların istiqaməti eyni olsun ki, parça dartılmasın. Bəli, düzdür. Parçanın dartlı formasını itirməməsi üçün parçanın uzunluğu boyu oxların istiqaməti üst-üstə düşməlidir. Eyni olmalıdır. Ölçünü hazırlayan zaman biz mütləq ki, yerini nişanlayırıq. Bu nişanlama əməliyyatı nə ilə yerinə yetirilir? Karandaşla, xəttkeşlə ülgülərin yeri nişanlanır. Çiçək kimi müəllimə biçmə nədir? Biçmə. Biçmədə emal payı boyunca konturlar kəsilir, parçaya konturlar kəsilir. O konturları da qayçı vasitəsilə kəsirik də. Bəli. Qayçın qalın hissəsi aşağı stola dirəmək şərti ilə götürülür. Bəli. Kəsirik də yəni. Aha, yaxşı. Üzr istəməli. Emal payı nə qədər olur? Emal payı onun parçanın növündən, parçanın forması, materialından belə deyim də, növündən, süzülməsindən onu deyirdiniz. Hə, növündən, təyinatından da süzülməsi. Təyinat bir dənə sözünü demədiniz. Yaxşı. Hə, çiçək kimi öyrənmişdiniz. Özü gəldi yumurta mövzusuna xanımlar. Yumurtanı mənim üçün kim bişirmək istəyir? Tez bişirmək, amma çox tez. Mən bişirim. Əlbəttə ki, siz axıra qalmısınız. Bir dənə bişirim, yeyək, baxaq görək. Yumurtanın tərkibində nələr var? Yumurtanın tərkibində zülallar, kalsiyumlar, bunlar hamısı vardır. Da indi ora saydıqlarımızdan. Yumurtanın tərkibində kalsiyum qutar. Odur. Yox, yəni orada ABD. Müəllimə. Yumurtanın tərkibində dedik ABD-dən əlavə olaraq zülal var, kalsiyum var, dəmir duzları var. Fosfor. Bunlar hamısı var. Bəli, yumurta mən desəm ki, kalorili içkidir. Necə? Kalorili içkidir. İçkidir. Yumurta, ilıq yumurtadır da, onu ilıq bişirən, onu deyil. Kalorili qida desəm yumurtadır, kalorili içki desəm kakaodur, kakao. Kakaonu kitabda olanı fikirləşdim. Demişdim də sizə. İlıq yumurtanı çox adam içir, belə ilıq olur da görə o yanında. Yo, müəllimə, yaxşı. Onu qeyd eləməmişəm. Keçəcək bundan sonraki mövzuda keçəndə görəcəksiniz onu siz. Yox, qeyd eləməmişəm onu. Kalorili qida yeyiriksə yumurtadır, kalorili içkidirsə kakaodur. Onu qeyd etməmişəm, ona görə yəni deyə bilmədim. Nə yumurtasından istifadə edirik əsasən? Hansı heyvan? Biz əsasən toyuq yumurtasından istifadə edirik. Ümumiyyətlə hansılardan istifadə edə bilərik?
o qaz idi, qazda ördəkdir. Onların quşların yumurtasından ona görə istifadə eləmir ki, onlarda nə deyim, xəstəliyə tutulma Bəli, zərərli, yəni mikroorqanizmlərə qarşı zərərlidir, Hə, yəni keçirilisi var. zərərli olur. Belə Hə. deyək. Sonra çəkdiyiniz ilə danışaq görək, yumurtanın keyfiyyətini yoxlayın baxım. Hə, yumurtanın keyfiyyətini yoxlamaq üçün 1 litr suya 2 xörək qaşığı duz tökülür və eyni zamanda yumurta qoyulur. O yumurta əgər dibinə çökürsə, təzə yumurtadır. Üzürsə, o da, yəni istifadəyə yararlı da olsa çox uzun müddətli qalmış yumurtadır. Bəli. Üzünə çıxırsa keyfiyyətsiz yumurtadır. Bəli. İşlətmək olmaz. Bəli, düzdür. Müəllimə, deyin görüm yumurtalar 2 cür ki, bunlar hansılar idi? 2 cür olurdu yumurta. Pəhriz və mətbəx yumurtalarıdır. Pəhriz yumurtaları 3 gün, mətbəx yumurtaları 30 gün ərzində istifadə etmək olar. Düzdür, əla. 5 gün. 5 gün. 5 gün 30 gün. Yaxşı, deməli Hə. yumurta 5 gün, deməli Yox, pəhriz yumurtası 5-dir. 5 gündə Hə. Mətbəx yumurtası 30 gün. Yaxşı, keçdik. Axıra yaxında yorulmuşam. Məni üzrlü sayarsınız, amma diqqətlə qulaq asaq. Aha. Yəni görək müəllimə, yumurtanın bir də işığa tutma üsuluna yoxlayın. Hə, yumurtanı işığa düşürübsə, onun içərisi sarısı aydın görünürsə, bu təzə yumurtadır. Amma yox, qaranlıq görünürsə, bu təzə köhnəlmiş yumurtadır. Yumurtanın ağı şəffaf görünməlidir. Sarısı isə biraz tutqun görünməlidir. Tutqun Müəllimə. görünür. İçi görünür də, o da belə baxanda görünür. Ay müəllimə, onların hamısı düşəcək testlərdə, situasiyalarda hamısı düşəcək. Yaxşı, keçdik. Deyin bizə yumurtanın yumağı. Hə, yumurtanı yumaq üçün suya soda tökülür. 2 xörək qaşığı soda tökülür suya. Hı. Çay qaşığı olanda o duzla idi, o yadımda qalıb oradan. Amma 2 xörək qaşığı soda tökülür və fırça ilə yuyulmalıdır. Bəs qaynatmaq Isladılır, üçün fırça ilə yuyulur. Bəli. Deyim patladı ay hicran. 1 litr Ay su canım. denən bana. Litri demədim. Fikrimdə litr dedim. Ona görə 10 təzədən 10 dedim. Yox, öz fikrimdə görmüşəm. O müəllimə deyir, dərsi danışdıqsa yadıma elə bilirəm demişəm o 1 litr. Onun üçün deyirəm ki, 2 xörək qaşığı soda Eybi tökülür. yoxdur müəllimə. İndi mən baxanda bilirəm ki, oxumusunuz, yoxsa oxumamısınız da. Yox, Hə, yaxşıdır. yox, oxumuşam. Yox, maşallah. Əvvəlkiləri o dərəcədə çatdıra bilmirdim, amma indi çatdırıram. Yox, maşallah, maşallah. Müəllimə, deyin görüm qaynatmaq üçün yumurta dəqiqələri. Hə, qaynatmaq üçün də yumurtalar 3-4 dəqiqə ilıq, yarım ilıq, bir də bərk olur yumurtalar. İlıqda 3-4 dəqiqə. Yox, deyəndə quş deyil. Oradan elimizdə Yada çalışıram. müəllimə. Dəymə, deyəcəm özün, qoy o fikir çatdırsın. Qoy ilıq, yarım ilıq, bir də bərk yumurta. Bəli. Aha, rəqəmlərdə deyin. Rəqəmləri olanda 3-4 dəqiqə yarım ilıq olur. 8-10 dəqiqə bərk yumurtadır. Bəli, hə. 8-10 dəqiqə. Sonra İlıq. yarım ilıq olanda 3-4, bir də 4-5 dəqiqə. Hə. Deməli ki, ilıq-dirsə təkcə 3-dür. Yarı ilıq, yarı bərkdirsə 4-5-dir. Bərkdirsə 8-10-dur. 3-4-ü birincidə 3-4 dedim. Onu bilsiz nətər? Mənim yaddaşım itidir. Mən həmişə demişəm onu. Kim nə vaxt səhv eləsə onu deyəcəm. Gəl dəfə soruşacağam. Müəllimə, sizə qədər alım. Elə İlıq 3 dəqiqədir. Hə. Yarı ilıq, yarı bərk 4-5 dəqiqədir. Bərk 8-10 dəqiqədir. 8-10 dəqiqə. Demin 8-10-u dedim, 4-5-i dedim, 3-3-ü 3-4 dedim. Eybi yoxdur. Eybi yox. Yaxşı müəllimə, deyin mənə, gəl dəfə soruşacağam, o səhvləri öz xatırımdadır, yəni çıxmaz. Deyin mənə ki, yumurtanın tez soyulması üçün Yumurtanın tez soyulması üçün onu soyuq suda qoymaq lazımdır. bəs çatlamaması üçün Çatlamaması üçün də bir çay qaşığı duz tökmək lazımdır. qayğanağın hazırlanması. Qayğanağın hazırlanmasında 2 yumurtaya 10 qram yağ götürülməklə hazırlanır. Və onu elə etmək lazım ki, o sarısı tavanı qızdırırıq, sarısı partlamasın da emalcı etmək lazım. Neçə dəqiqəyə? 2-3 dəqiqəyə də bişir. Çiçək kimi. Müəllimə, deyin yumurtanın bəzənməsi bir də süfrə ilə verilirdi. Hə, yumurtanın bəzənməsində süfrəyə vermək üçün pomidor, xiyarla və üzərinə də petruşka nə idi? Şüyütlə, cəfəri ilə bəzəmək lazımdır. Bəli, təzə pomidor xiyarla da verirdilər. Yaxşı, Hə, yumurtada pomidor xiyarla deyir. yaxşı, omletin hazırlanmasında resurs.
Hə, omletin hazırlanmasında 3 xörək qaşığı süd, 3-4 yumurta, 2 neydi omletdə? 1 xörək qaşığı un, 1 xörək qaşığı undur. Aha, süd nə qədər oldu? 2-3 qaşıq süddür. 2-3 yumurtadır, 3 qaşıq da süddür də. 3 qaşıq süddür, Müəllimə. 2-3 yumurta, 1 xörək qaşığı da un götürülür. Öz də onu necə ardıcıllıqla demişdim, qəşəng demişdim. 1, 3, 1, 2, 3, 3. 1 deməli süddür, 1 də undur, 2, 3 yumurtadır, 3 də süddür. süd. Sobada Bunları bişirmə. təkrar eləyərək. Sobada bişirmək üçün qarışıq ətlə, kalbasa ilə nə isə bunların hamısını hazırlanır. Bunlarla veriləndə Hə, qaçıq varsa omlet tökülürsə sobada. bu qarışıqdır. Bəs içi doldurmuş. İçi doldurulmuş o qatlanmış formasında Atar sözümüz nə idi? içində kətə formasında Burada hazırlanır. kətə yəni qutab. Və Hə, mən sizə bundan göndərim. Mən deməli öz səhvləri özü bildiniz ki, rəqəmlərdə biraz səhvlik elədiniz də. Amma yoxsa o birisi mövzunu da yaxşı oxumuşdunuz. Sizə maşallah Yox, indi o olsun. rəqəmlərə diqqət eləyəcəm. Heç nə, mən sizə inanıram. Hə, İlahə müəllimə xəstədir. Biraz tez ondan soruşun. Bir də ola bilər də narahat ol. İlahə müəllimə. Hə, mən Buyur. deyin görüm yumurta, kalorili qida və kalorili içki. Yüksek kalorili yumurtadır, içki kakaodur. Yumurtanın tərkibində nələr var? Kalsiyum, fosfor, demir tuzları, A, D, B vitamini, bir de zülan. Hansı yumurtalardan istifadə etmək mümkündür? Əsasən hansına üstünlük verilir? Toyuq, ördək, hündüşka, qaz yumurtası istifadə olunur. Toyuq yumurtası daha istifadəyə yararlıdır. Çünki digərləri suda olduğu üçün mikroorqanizmlərə daha tez yoluxucudur. Yumurtalar neçə cürdür? 2 cür dəhliz yumurtası 5 günə qədər, bir də mətbəx yumurtası 30 günə qədər. Yumurtanın keyfiyyətini yoxlayın. Birinci üsulda 1 stəkan götürülür, 1 stəkan suya 1 xörək qaşığı duz əlavə edilir. Əgər dibinə düşürsə təzədir, içində üzürsə uzun müddətli, uzun müddət saxladığımız yumurtadır, üzünə çıxırsa köhnə yumurtadır. Müəllimə, mən demişdim ki, suyun dibinə düşən 3 dənə nəsə var idi ki, o yaxşı hesab olunurdu. Nə idi onlar? Bir pomidor idi deyəsən dediyiniz. Mən pomidor toxumu, aha. Bir yumurtaydı. Hə. Bir də ki Suda üzən nə olur? Suda üzən. Hə. Yadıma gəlməmişsə. Suda nə üzür? Düşünün biraz. Ay müəllimə, ilanı. Balıq. Balıq, bəli. Bəli, balıq deməli suyun dibinə düşürsə yaxşı balıq hesab olunur da. Yaxşı. Rada müəllimə deyir ki, məndən nə vaxt soruşasınız? Gəlirəm Rada müəllimə, biraz səbirli olun. Yaxşı. Deyin. İkinci sulu isə işığa tuturduq. Ayın sarısı çətinliklə görsənirsə təzədir. Aha. Qaranlıq isə köhnədir. Yaxşı. Müəllimə, deyin mənə ki, yumurtanın yuyulması. 1 litr suya 2 xörək qaşığı soda qatırıq. Bəli. 1 litrə 2 qaşıq çay soda. Bəli. Yumurtanın qaynatma üsulu İlıq 3 dəqiqə, yarı ilıq, yarı bərk 4-5 dəqiqə, bərk 8-10 dəqiqə. düzdür. Yaxşı. Müəllimə, yumurtanın çatlamaması üçün nə etmək lazımdır? 1 çay qaşığı duz əlavə edirik. Yumurtanın tez soyulması üçün Soyuq suyla yuyuruq, suya salırıq. bir dənə də qayğanaq hazırlayım, yeyək gedək. 10 qram kərə yağını, 2 yumurtaya 10 qram kərə yağı 2-3 dəqiqəyə bişirilir. Yanında da ki, üzərinə şüyüd zəfəri, yanında da təzə pambıq yağ verilir. Omletdən hazırlayım, söz getdik. Bir xörək qaşığı un, 2-3 yumurta, 3 xörək qaşığı da süd. Bəs içi doldurulmuşla soba? Mal əti, kalpasa və s. qatırıb, süd əlavə qatışdırıb pişiririksə, bu qarışıqdır. Qutab şəklindədirsə, bu omlet içi doldurulmuşdur. Mən də sizə bundan göndərək. Sizə afərin olsun. Xəstəsiz amma öyrənmisiniz. Maşallah olsun. Təcrübə müəllimə, depressiyaya düşməyin. Yavaş-yavaş gəlirəm. 3 nəfər qalmış, 4 nəfər qalıb. İndi axıra qalandan gələn dəfə birinci soruşacağam da. Soruşum, İradə müəllimədən qoy soruşum. Surətlə.
İradə İradə müəllimə. müəllimə. Səbirsizdir. Birinci ondan soruş müəllimə. İradə müəllimə, ilan deyəndə vəziyyətimiz yaxşı olmadı. Deyin bizə ki, hə, yumurtanın tərkibində nələr var? Hə? Yumurtanın tərkibində nələr var? Yumurtanın tərkibində, sonra dəmir tuzları, A, D, B qrupu vitaminləri var. Bəli, yumurta kalorili və kalorili qida. Bəli, yumurta yüksək kalorili qida məhsuludur. Yüksək kalorili içki dedikdə isə kakaodur. Yumurtalar neçə cürdür? Yumurtalar iki növə bölmək olar. Biri pəhriz yumurtası, biri isə mətbəx yumurtası. Pəhriz yumurtası 5 gün müddətində saxlanma yumurtadır. Mətbəx yumurtası isə 30 gün müddətində saxlanma yumurtadır. Bəli, yumurtanın hansı, yəni nələrin yumurtasından istifadə edirdik? Hansı quşların? Biz yeyinti sənayesində əsasən toyuq yumurtalarının istifadəsinə üstünlük verilir. Amma əksər hallarda ördəkdir, qazdır, su quşlarının da yumurtasını istifadə edilir. Amma bu çox təhlükəlidir. Ona görə ki, onların yumurtaları mikroorqanizmlə yoluxmasına çox meyillidirlər. Yumurtaların yumurtanın keyfiyyətini yoxlayın müəllimə. Yumurtanın keyfiyyəti iki üsulla yoxlanılır. Biri duzlu suda, biri də işığa tutma. Bir stəkan suya bir xörək qaşığı duz əlavə edilir. Yumurta suyun içərisinə salınır. Əgər yumurta suyun dibinə gedərsə bu təzə yumurtadır. Suyun, deməli duzlu suyun içərisində o da məsələn hərəkət eləyərsə ortada bu uzun müddət saxlanılan yumurtadır. Əgər üzərinə çıxarsa bu keyfiyyətsiz yumurta sayılır. Amma işığa tutma dedikdə isə yumurtanı işığa tutduqda ağı aydın, sarısı isə tutqun şəkildə görünür. Amma keyfiyyətsiz yumurta isə tamamilə içi qaranlıq görünür. Yaxşı, yumurtanın bir də yuyulması. Yumurtanın elə bil ki, yeməyə əlavə etməmişdən öncə yumurtanı əsaslı şəkildə təmiz yumaq lazımdır. Əlbəttə ki, 1 litr suya 2 xörək qaşığı soda məhlulunda yumaq lazımdır. Müəllimə, qaynatma. Deməli, yumurtaları iki üsulla bişirilir, qaynadılmış və yağda bişirilmiş yumurtalar əlbəttə ki, süfrələrimizin arzu olunan yeməklərindən biridir. Qaynadılmış yumurtalar ilıq, yarı ilıq, yarı bərk üsulunda bişirilir. Əvvəlcə qazana, su doldurulmuş qazana yumurta qoyulur. Bunlar su qaynayan zaman ilıq 3 dəqiqə, yarı ilıq, yarı bərk 4-5 dəqiqə, bəlkə isə 10 dəqiqə müddətində bişirilir. Deməli, deyək görək qaynatma üçün yumurta, qayğanağın hazırlanması müəllimə. Yumurtaların da çatlamaması üçün əvvəlcədən suya duz tökmək lazımdır. Bunu çox axırda yazıblar səhv. Sonra qayğanağın bişirilməsi, bir adam başına 2 yumurta 10 qram kərə yağ götürülür. Birinci, deməli, tavada yağla birlikdə qızdırılır. Yumurta içərisinə tökülür. Əlbəttə ki, sarısının tamlığının pozulmaması şərti ilə sonra o adam başına deməli süfrəyə verildikdə üzərinə cəfəri, şüyün əlavə edilir və yanında təzə xiyar pomidor verilir. Əgər tək adamlıq, məsələn, tavada bişirilibsə, o içərisinə salfet qoyulmuş boş qablarla birlikdə verilir süfrəyə. Omletin hazırlanması. Omletin hazırlanması deməli 2-3 yumurta, 3 xörək qaşığı süd, 1 xörək qaşığı undan istifadə edilir. Bu da elə bir ki, qayğanaq kimi qızdırılmış tavaya həmin qarışıqlar tökülür, bişirilir. Omlet deməli hissələrə bölünür. Qızardılmış kalbasa və ya mal əti ilə verilir. Əgər biz qızardılmış deməli kalbasanın və mal ətinin üzərinə həmin qarışığı tökdükdə qarışıq omlet alınır. Bu sobada da pişirilə bilər. Amma omletin üzərinə istənilən istiyi qoyub onu deməli qutab şəklində bükdükdə isə bu içi doldurulmuş omlet adlanır.
Çiçək kimi. Müəllimlər bilirəm hamı yorulub və yaxud da yorulmamışsın. Deyəsən mən yorulmuşam. Çünki bayaqdan dərsdəydim. İndi gözləmək məcburuq da xanımlar. Yəni inciməklik yoxdur. Təcrübə müəllimə buyursun. Təcrübə müəllimə, yumurtanın tərkibində nələr var? Zülallar, yağlar, fosfor, dəmir duzlar, A, D, B vitaminləri. Yumurtanın deməli hansı yumurtalardan istifadə edirdik? Toyuq, qaz, hinduşka, bir də ördəkdən istifadə olunur, amma əsasən yeyinti üçün toyuqdan istifadə olunur. Digər quşların yumurtaları mikroorqanizmə meylli, təhlükəlidir, istifadə edilir. Yumurtalar neçə cürdür? 2 cürdür, mətbəx, pəhriz. Pəhrizin saxlama müddəti 5 gündür, mətbəxin 30 gündür. Düzdür. Yaxşı, yumurtanın keyfiyyətini də yoxlayın. 2 üsulla yoxlayırıq. Birinci üsul, 1 stəkan suya 1 xörək qaşığı duz tökürük. Həll edirik. Yumurta əgər dibə çökürsə, yaxşı təzə yumurtadır. İçində ortada üzürsə, uzun müddət saxlanılan yumurtadır. Üstə çıxırsa, yararsız yumurtadır. İkinci üsuldakı işığa tutmadır. Əgər işığa tutanda ağı, aydın, sarısı, bulanlıq görsənirsə, təzə yumurtadır. Yox, əgər içi görünmürsə, bu yararsız yumurtadır. Aha. Yumurtanın deməli yuyulmasından da danışaq. 1 litr suya 2 xörək qaşığı soda ilə həll olunur, yuyulur. Yaxşı, qaynatma üçün yumurta? Qaynatma üçün 3-dür. İlıq, yarım ilıq, yarım bərk. Bir də ki, bərk yumurtadır. İlıq 3 dəqiqə, yarım ilıq, yarım bərk 4-5 dəqiqə. Bərk isə 8-10 dəqiqədir. Ardıcılığını da sayırıq. Bəli. İlk öncə yumurtanı fırça ilə suyun altında yuyulur. Sonra su dolu qazanda qaynadılır. Ondan sonra yumurta soyuq suyun altında yaxşı soyulması üçün saxlanılır. Sarfetlə qurulur, boşqaba qoyulur. Çiçək kimi. Müəllimə, çatlanmaması üçün nə edirik dedik? 1 çay qaşığı duz atır. Düzdür. Yaxşı, belə sonra keçdik deyin mənə görə qayğanağın hazırlanması. Qayğanaq üçün insan üçün 2 yumurta, 10 qram kərə yağı istifadə edilir. Tava yağ ilə qızdırılır. Yumurta elə qırılmalıdır ki, onun sarısı dağılmasın. Ağı bişəndə 2 dəqiqə ərzində bişir, sonra qazın üstünə götürülür. Yumurtanın süfrəyə verilməsi və bəzədilməsi? Süfrəyə təzə pomidor xiyarla verilir. Bəzədilməsi də ki, kişniş, cəfəri ilə bəzədilir. Şüyüdlə və cəfərlə bəzədilirsə də, amma pomidor və xiyarla da verilir. Aha, omletin hazırlanmasında rəqəmlər? 1 xörək qaşığı un, 2 yumurta, 3 xörək qaşığı da süt idi. Amma yumurta 2-3 də ola bilər. Qarışıqdırsa sobadır, qutabdırsa içi doludur. Bəli, sizə afərin olsun, açar sözlərlə də dediniz. Gəldi Mehri müəllimədən soruşaq. Sonra Güllü müəllimə, gələn dərs mənim xatirimdə qalacaq. Gələn dəfə sizdən birinci soruşacağam. Üzrlü sayarsınız, qurban sizə. Mehri müəllimə, deyin mənə. Problem deyil. Demək hamısından yaxşıdır. Problem deyil, narahat olun. Yaxşı, yumurtanın tərkibində nələr var müəllimə? A, B, D vitaminləri var, zilal, fosfor var müəllimə. Bir də dəmir duzları. Yumurta kalorili qida və kalorili içki? Kalorili qida yumurtadır, içki də kakaodur. Aha, yumurtalar, hansı yumurta, yəni quşun yumurtasını istifadə edirdik? Deməli, toyuqdur, ördəkdir, qazlı hündüşkadır. Nəyə görə bəs sırf toyuqdan istifadə edirik əsasən? Çünki onlar zərərli deyil, başqa su quşlarının yumurtaları zərərlidir. Bəli, mikroorqanizmlərə qarşı, bəli. Yaxşı, yumurtalar neçə cürdür? 2 cürdür. Pəhriz yumurtası 5 gün, mətbəx yumurtası isə 30 gündür. Yumurtanın keyfiyyətini yoxlayın. Yoxlamaq üçün 1 stəkan suya 1 stəkan suya 1 xörək qaşığı duz əlavə edirik. Təzə yumurta suyun dibinə düşür. Uzun müddət saxlanmasında olur. Amma keyfiyyətsiz yumurta suyun üzündə üzür. Üzündə qalır. Yəni üzən isə uzun müddət qalmış yumurta. Bəs işıqla yoxlayaq görək müəllimə.
İşıqla yoxladıqda isə deməli sarısı çətinliklə görsənir, amma ağı isə asad görsənir. Və Tərcül müəllimə əgər yorulmusunuzsa, danışan müəllimlərin əksəriyyətinə sözündə yorulubsa çıxa bilərlər. Mehri müəllimə, Bəli. yaxşı. Deyin mənə ki, yumurtanın yuyulması. Yumurtanın yuyulması deməli 1 litr suya 2 xörək qaşığı soda ilə yuyuruq da müəllimə. Bəli, yaxşı. Keçdik yumurtanın yuyulması. Bəs qaynatmaq üçün hazırlanmış yumurta? Qaynatmaq üçün əvvəlcə yumurtaları fırça ilə yuyuruq, sonra onu qazana qoyuruq qaynamağa. İlıq yumurta 3 dəqiqəyə, yarı bərk yumurta 4-5 dəqiqəyə, bərk yumurta isə 8-10 dəqiqəyə bişir. Yumurtanın çatlamaması üçün nə edirik? Bir çay qaşığı duz tökürük müəllim. Yumurtanın tez soyulması üçün? Soyuq suya qoyuruq. Bəli, qayğanağın hazırlanması, bir dənə də qayğanaq hazırlayın. Qaynağın hazırlanması isə adam başına 2 yumurta 10 qram yağda deməli tava qızdırılır, tavaya yumurta sındırılır, ağı deməli bişəndə sarısı dağılmamaq şərti ilə götürülür müəllimə. Sizə Bu aferin olsun. isə cəfəri ilə və şüyüklə bəzədilir, yanında isə pomidor, xiyar qoyulur. Müəllimə, bəs omletin hazırlanmasında rəqəm? Omletin hazırlanmasında isə müəllimə deməli 2-3 yumurtadır, sonra orada 1 stəkan undur, 3 xörək qaşığı da süddür, bir də ki duzdur, zövqa görə duzdur. Onu isə qarışdırırıq, bişiririk. Sonra 1, 2, 3, 3. Hədə müəllimə. Yox, qəşəng deyin də. Deməli 2-3 yumurtadır. 3 xörək qaşığı süddür, 1 stəkan da undur. Bə, 1 stəkan un, ay müəllim, 1 stəkan unla nə? 1 stəkan deyirəm. 1 qaşıq. Bir xörək qaşığı. Bəli, 1 stəkan un özü də. Yaxşı, sobada bişirməklə bir də Sobada bişirmə olur, qarışıq omlet, kətə formasında isə içi doldurulmuş omlet. bəli. Soba varsa qaçıq idi, qutab var idisə içi doldurulmuş. Maşallah olsun, bu da çox gözəl öyrənmişdiniz. Gülər müəllimə bizə çox sadiq müəllimədir. Baxın, sona kimi bizlə gedir. Yaxşı. Buyurun Gülər. Müəllimə, bir söz deyim. Mən həmişə o deyirlər köhnə müəllimlər olur. Həmişə mən xoşlamışam ki, belə enerji alıram o köhnə müəllimlər görəndə, həqiqətən. Məktəbdə də eləyəm. Heç nə, əla. Mən çox sevinirəm ki, belə köhnə müəllimlərlə düşmüşəm, həqiqətən. Yox, da indi mən köhnələ bilmədim. Mən də köhnələcəm. Yox, sizi mən demirəm, müəllimə. Ümumiyyətlə deyirəm ki, yox, sataşıram müəllimə. qrupda olanlar siz Aslan müəllimə, niyə paxıllıq eləyirsiniz? Bax, bu nə olan şeydir? Bax, bu nə olan şeydir? Tutur da məndə. Güllü müəllimə, buyurun gözəl müəllimə, deyin görəm mənə yumurta. Yox, sizə demirəm müəllimə. Ümumiyyətlə deyirəm ki, öyrənməyə belə köhnə müəllimlərlə düşmüşəm. Ona görə deyirəm. Yox, sizə demirəm. Düşməkdə çox şadıq. Yaxşı, tərifdədirlər, tərifdir. Güllü müəllimə, deyin görüm kalorili qida, kalorili içki. Qida yumurtadır, içki, kakao. Yumurtanın tərkibində nələr var? Rivallar, yağlar, kalsiyum, fosfor, dəmir duzları A, D, B ya A, B, D fərq eləməz. Yumurtalar hansı, yəni heyvan yumurtasını istifadə edirik? Quşların daha doğrusu. Quşlar. Toyuq, hinduska, qaz, ördək yumurtasından istifadə edirik. Adətən demək olar ki, zərərsizliyinə görə toyuq yumurtasından istifadə edirik. O birlər də yoluxucu xəstəlikləri yoluxduğuna görə onlardan az istifadə edirik. Güllü müəllimə, siz məni qınamayın. Həqiqətən yorğunam. Ucu mən 3-cü, 4-cü saatdır ki, dərsdəyəm. Deyin mənə ki, yumurtalar neçə cürdür? 2 cürdür. Mətbəx yumurtası, bir də pəhriz yumurtası. 5 günlük pəhrizdir, 30 mətbəx. Mən də qısa deyəcəm ki, vaxtımız yetməsin. Yox, narahat olmayın. Mən dinləyə bilərəm sizi. Yumurtanın keyfiyyətini yoxlayaq. O yumurtanın keyfiyyətini yumaq deyir, bir padişah ölkəni almaq üçün 3 dənə alma gətirir. Bu ona oxşuyur da. Almaların hası bu ilkidir, keçən ilkidir, bir də inisi ilkidir. Bunun kimi 1 stəkan suya 1 xörək qaşığı duz tökürük.
Adətən o öz aramızda bir stəkana 3 yumurta sığmır, onların dediyinə baxma. Bir stəkana ikisini ancaq sığışdırmaq olur. Bəli. Yəni 2 stəkan olsa yəqin 2 xörək qaşığı tökülər. Yumurtanı salırıq bunların içərisinə. Dibinə çökən, yəni onun sağlam olduğuna görə, keyfiyyətli olduğuna görə dibinə çökür. Üzmə şərti ilə olanlar uzun müddət saxlanmış yumurta. Üzərinə çıxanda demək olar ki, xarab olmuş yumurtadır ki, onun içindəki ucu quruyur, daha doğrusu susuzlaşır. Bəli. Ona görə. Bəs işıqla yoxlama? Hə, işığa tutmada da ağı aydın, sarısı tünd gördüyünə görə bu təmiz, təzə yumurta hesab olunur. Amma tamamilə içi görünməyən, qaranlıq olan ucu köhnə yumurta hesab olunur. Yaratır. Yoğurması da 1 litr suya, 2 xörək qaşığı soda tökməklə yumaq lazımdır. Bu yemək pişirməyə istifadə olunan yumurta. Aha. Qaynadılma haqqında danışaq. Qaynatma deyəndə əvvəlcə suyun altında yoğuruq şotka vasitəsilə. Düzdür, biz yumuruq, amma deyirlər də. Şotka vasitəsilə yoğuruq. Suyu qoyuruq qazın üzərinə. Su qaynayan, yumurtanı atırıq içinə. Başlayır qaynamağa. 3 dəqiqə müddətində qaynadıqda götürülüksə ilıq olur. 4-5 dəqiqə müddətində götürülüksə yarı ilıq, yarı 5, 8-10 dəqiqə olanda bərk pişirmək üçün. Bəli. Bəs müəllimə, deməli, yumurtanın çatlamaması üçün? Çatlamaması üçün ona bir çay qaşığı duz tökürsən ki, çatlamasın. Bəs tez soyulması üçün? Onda suya salırıq. Qayğanağın hazırlanması? Adam başına 2 yumurtaya 10 qram yağ tökməklə tavaya da qızdırılmış halda tökürük. Yumurtanı elə vururuq, uşaq deyir, balacalar, aynən amma toplu yumurta pişir. Bu sarı dağılmamaq şərtilə. Bəli. Yaxşı, neçə dəqiqə ərzində? Neçə dəqiqə dediniz? 2-3 dəqiqə. Bəli. Yumurtaya süfrəyə deyin görək mən. Qaynanağı süfrəyə verməmişdən əvvəl üzərini bəzəmək məqsədi ilə şüyüddən, cəfəridən istifadə olunur. Yemək süfrə arxasında xoşu gələnə təzə yumurta və əstəğfurullah, təzə pomidor balacadırsa, böyükdən getmir. Onu salfetka qoyulmuş boş qabın içərisinə qoyub vermək lazım. Yaxşı, yumurtanın omletin hazırlanmasında resurslar? Omlet belədir ki, siz dediyiniz kimi 1, 2, 3 deyilir. 1 undur, 1 qaşıq, 1 xörək qaşığı undur, 2-3 yumurtadır, 3 qaşıq da süddür. Bəli, düzdür. Yaxşı, içi doldurulmuş və sobada pişirmə? Qayğana adətən pişirdik, omleti hazırladıq. Omlet də bilmirəm, hamı bilir da, yuxa formasında olur, qoyursan qırağa, üzünü pesol döyürsən, uşaq yeyir. Bir də var ki, onun üzərinə qızardılmış ət və ya qızardılmış kalbasa qoyursan, bunu əgər verdikdə belə də vermək olar, əvvəlcə pişirdiyimizdə. Sonra isə qızardılmış yumurta və ətin üzərinə bu hazırladığımız məhlulu deyək də tökürsən, sobaya verirsən, bu ucu sobada pişirmə olur. Yəni bu qarışıq omleti olunur. Bir də var, onu arasına qoyub ağzını bağlayırıq qutab formasında. Bu da olur bağlı. Çiçək. Yaxşı, məndən narazı olan var? Yox. Əla. Oğlum ki, Güllü müəllimə çox sağ olsun, çox qısa danışdı. Yox, uzun nə lazım?